ağlına da gəlməzdi ki, portağallardan belə dadlı desert çıxa. Orange posit deyirsən biri ilə doyaram, baxırsan 5-ini yemisən. Portağalların başından qapaq kimi kəsirəm. Çox derisini seçmirəm, içərisinin lətini tam çıxarmağa çalışıram. Alınan ləti püre olana kimi konfi hazırlayıram. Vamodda şəkər tozu nişasta ilə qarışdırıram. Biraz da kərə yağı qatıram. Əlavə qazanda qaymaq, portağal rəndəsi, şəkər tozu, konfidən də əlavə eləyib dayanmadan qarışdırıb qaynamağını gözləyirəm. Getdikcə kütlənin su kimi durulaşdığını görəcəksiniz. Qəti qorxmayın, soyuyanda bərkiyir. Qaynayan kimi ilk qabarcıqlardan ocaqdan götürürəm. Otaq temperaturuna kimi soyudub, portağal qabıqlarını içinə doldururam. Yerdə qalan kütləni isə adi qaba boşaldıb, gilə meyvələr əlavə edirəm. Hamısını 3-4 saat dondururam. Videoda gördüyünüz saxsı qab və blenderin linkini siz də Trendyol səhifəsindən baxıb sifariş eləyə bilərsiniz. Portağallara nanə yarpağının çox yaraşdığını düşünüb son toxunuşlarımı eləyirəm. Belə desertlərin mövsümü olmur düşünürəm. Mən şəxsən yay-qış dondurma tipli desertləri sevirəm. Bəs siz necə dondurma üçün yay fəslini gözləyənlərdənsiniz, yoxsa qışda da yeyirsiniz?